İbi salam. Salam Hacı. Əli gəlib gəldə pulsuz yemək istəmir. Yox, gəlməyib. İstəsə vermə ya. Hacı, mən neyniyim? Gəlir sənin adını çəkir. Sonra da deyir, qardaşımdır, yeməyi ver. Bibi, qardaş olmaz, batırıb məni. Buradaca pulsuz yemək olmaz. Hacı, amma bir məsələ var. Deyir ki, indi Zəhvurovdur. Deyir, mənə bir çığırtma, Hə? bir də gürcü xəngəli. Zəng eləyib. Elə gəlib aparıram evə. Sənin adını ver. Bu şey çaşı var, deyəm də həmən buna zəng eləyib. Elə də Hacı, elə Zəhvur deyil. Ali, Bəli, Hacı. salam aleyküm. Sən buradan yemək zakaz vermisən evə? Ay Hacı, mən şol sürəmi yedim. Nə yemək? Yox, yalan deyirlər. Kim nə deyirsə yalandır. Bibi deyir. Salam. Salam Əli. Ay Əli, utanmırsan. Sən indicə Zəhvurov, məndən gürcü xəngəli, çığırtma, evə zakaz vermədin. Ay bibi, o mənim əkliz qardaşım oldu. Ben olmamışam. Hə, sənin əkiz qardaşın var, nə atır istəyirsən? Utanmırsan, yekə oğlansan. Bibini Allahsan, mən yalancı sayırsan. Ha, mən şol sürəyirəm. Mən əkliz qardaşım oldu. Ben yalandır. Mən olmamışam o. Bibi, daha heç yesə pulsuz yemək vermə. O çırpmanı da verərsən, mən özüm yiyəcəm. Oldu Hacı, oldu. Hacı, gəlin mən də yan var. Şol sürəyirəm. Sən şor çörəyi ye, sən şor çörəyi ye. Yaxşı, yaxşı. Tamam. Tabii bu əhliyə bax, bizi fırladmaq istəyir. Hələ yeri gedək buradan, mən özüm atıb Tofiq qardaşımla gedəyəm. Aha,